təkdə fish, cəmdə fish, müxtəlif balıqlardan söhbət gedərsə isə fishes kimi işlənir. Qeyd. Fish sözü həm countable, həm də uncountable noundur. Əgər canlı balıqdan söhbət gedirsə, deyə bilərik ki, I bought a fish. Ancaq balıq əti ilə söhbət gedirsə, biz bunu uncountable kimi işlədirik. I ate fish. Təkdə fruit, cəmdə fruit, müxtəlif meyvələrdən söhbət gedərsə, fruits kimi işlənir. Qeyd. Əgər ümumilikdə meyvədən söhbət gedirsə, artiklı qoyulmur. Məsələn, fruit is healthy. Meyvə sağlamlıqdır. Ancaq I ate a fruit. Mən bir meyvə yedim kimi desək, artikldan istifadə edilir. Təkdə a person, cəmdə people, müxtəlif xalqlardan söhbət gedərsə isə peoples kimi işlənir. Təkdə food, cəmdə food, müxtəlif yeməklərdən söhbət gedərsə isə foods kimi işlənir.